Salam dostlar, dörtbucaqlar mövzusuna aid trapesiya ilə bağlı olan bir sual izah edəcək. Orta xətti C diaqonalları D1, D2 olan trapesiyada D1, D2-yə perpendikulyar olarsa, C bərabərdir. Kök altda D1-in kvadratı plus D2-in kvadratı bölü 2 olduğunu isbat edin. Yəni, orta xəttin bu ifadəyə bərabər olduğunu isbat etmək lazımdır. Bunun üçün trapesiyanın B təpəsindən AC diaqonalına paralel olan bir düz xət keçirdirik buradan. Həmin nöqtənin düz xəttin digər bir ucunu M ilə işarə etsək, M-i A ilə birləşdiririk. M nöqtəsini A ilə birləşdiririk. Deməli, BC AD-yə paralel olduğu üçün, yəni trapesiyada belə olur. AC də MB-yə paralel düz xət olduğu üçün, deməli, burada yaranan bu paraleloqram olacaq və əgər AC-ni D2 ilə işarə etsək, onda MB də D2-yə bərabər olar. Trapesiyanın oturacaqlarının birini A, digərini B ilə işarə etsək, BC A olduğu üçün və burada yaranan dörtbucaqlı paraleloqram olduğu üçün bu hissədə A-ya bərabər olar. Deməli, MB düz xətti ilə AC düz xətti bir-birinə paraleldir. Onların birinə perpendikulyar olan DB düz xətti, deməli, digərinə də burada perpendikulyar olacaq. Deməli, burada yaranan bu üçbucaq, bu hissədə yaranan bu üçbucaq düzbucaqlı üçbucaqdır və onun katetlərindən biri D2, digəri isə D1-dir. Onda M, D-ni tapmaq üçün Fəqor teoremindən istifadə etsək, alarıq ki, D1-in kvadratı plus D2-nin kvadratı. Yəni, katetlərin kvadratların cəmi hipotenuzun kvadratına bərabər olacaq. Həm də burada hipotenuz elə A plus B-yə bərabərdir. Yəni, A plus B bərabər olar kök altda D1-in kvadratı plus D2-nin kvadratı. Orta xətti tapmaq üçün isə bunu 2-yə bölmək lazımdır. Deməli, digər tərəfi də 2-yə bölsək, orta xəttin bu ifadəyə bərabər olduğunu almış olduq. Sən də bu ifadəni soruşur.